Yəni belə bir maraqlı buraxılış tipli üçbucaq sualına baxaq. Deyir ABC üçbucağında AC bura bərabərdir, DC-yə bərabərdir. Yəni bura bərabər üçbucaqdır. AC B-ni 46 verib, B AD-ni 27 və B bucağını, bu bucağın dərəcə ölçüsünü bizdən soruşur. İndi bura baxaq. Bərabər yanlı olduğunu üçün, baxın, bu bucaq alfa desəm, burada alfadır. Yəni bunların sonra da baxırıq ki, ümumi üçbucağın daxil bucaqlar cəmi 180 eləməlidir. Yəni 2 alfa ilə 46-nın cəmi bizə 180 verməlidir. Buradan 2 alfanı biz 134 dərəcə tapırıq və alfanın özü də 67 dərəcə olmuş olur. Deməli, burada 67 dərəcədir, burada 67 dərəcədir. İndi bizdən bu bucağı soruşur. Burada bir dənə x deyək. Və indi biz baxaq ümumi üçbucağa, ABC üçbucağına. ABC üçbucağına baxdıqda isə görürük ki, bir daxili bucağı 46-dır. Bir daxili bucağı 27 və 67-nin cəmidir. Biri də x-dir. Bunlar da cəmi 180 eləməlidir. Toplayaq 140, üzərinə gəlsin x 180 dərəcə eləməlidir və buradan da biz x-i 40 dərəcə tapmış oluruq. Yəni doğru cavab 40 dərəcə.